Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 5-ci sinifin 22-ci mövzusu olan nəm, isti emal və parça qırıntılarından tutqacın hazırlama texnologiyasını öyrənəcəyik. Gəlin vaxt itirmədən mövzumuzla tanış olaq. Deyir ki, məmulatın keyfiyyəti, xarici görünüşü və forması nəm, isti emal əməliyyatının düzgün icra olunmasından asılıdır. Testlərə sual düşəcək ki, nəm isti emalın düzgün qaydası, yəni düzgün icra olunması nədən asılıdır? Məmulatın keyfiyyəti, xarici görünüşü və forması cavabını götürəcəyik. Sonra deyir ki, tikiş məmulatının nəm isti emalı və ya niyə də verə bilər. Əgər sizə niyə verirsə, bilin ki, niyə nəm isti emal deməkdir. Parçaların və məmulatın nəm, isti və təzyiqlə xüsusi avadanlığın köməyi ilə emal olunur. Hansı avadanlıqlardır? Ütü, ütüləmə lövhəsi. Nəm isti emalın köməyi ilə parçanın qırışları hamarlanır. Bəli, təbii ki. Hazır məmulata lazım olan forma verilir. Sonra deyirik ki, ev şəraitində nəm isti emalın yerinə yetirilməsi üçün əsas avadanlıq ütü və ütüləmək üçün lövhədir. Deməli, biz hansı avadanlıqlardan istifadə edəcəyik? Ütüdən və ütüləmə lövhəsindən. Sonra deyir ki, detal və məmulatın nəm isti emalı iki cür olur. Aralıq və yekun. Gəlin də öyrənək ki, aralıq nədir, yekun nədir? Deməli, aralıq nəm isti emal əməliyyatı biçimdən əvvəl və hər əməliyyatdan sonra aparılır. Yekun nəm isti emal isə hazır məmulat üzərində icra edilir. Bəli, adından məlum olduğu kimi hazır məmulat üzərində, yəni sonda icra edilir. İşləmə üsulundan asılı olaraq ütülər elektrik, buxar və elektrik buxar növlü olur. Deməli, ütülərin neçə növ var? 3 növ var. Elektrik, buxar növləri. Ütülər həm də çəkilərinə, ölçülərinə və işləmə gücünə görə fərqlənir. Testdə sual düşür ki, ütülər bir-birindən nə ilə fərqlənir? Cavabımız olur ki, çəkilərinə, ölçülərinə və işləmə gücünə görə. Və çəkiləri 1 kilodan 5 kiloya qədər olur. Sonra, nəm isti emalın yerinə yetirilməsi üçün iş yeri qatlanan ensiz masa ütüləmə lövhəsidir. Paltar ütülərkən nədən istifadə edirik? Ütüləmə lövhəsindən. Baxın, burada da göstərib. Nəm isti emalın yerinə yetirilməsi. Nəm isti emal əməliyyatı ayaqüstü aparılır. Bu zaman emal edilən məmulatdan gözə qədər məsafə 30-35 sm olmalıdır. Deməli, emal edilən məmulatdan gözə qədər məsafə nə qədər olur? 30-35 sm. Nəm isti emal aparılan iş yeri yaxşı işıqlandırılmalıdır. Bəli. Daha sonra, metal və məmulatın nəm isti emalına başlamazdan əvvəl ütünün istiliyini ütülənəcək parçanın qırıntısında yoxlamaq lazımdır. Bu da testlərə sual düşür. Diqqətli oluruq. Deməli, ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün fərqlidir. Bəli, müəllimlər, məsələn, mən ipək paltar ütüləyirəmsə, ütünün temperaturunda ipək parçaya uyğun tənzimləməliyəm. Eynilə digər parça növləri də buna aiddir. İndi isə tanış olaq ki, hansı parçalar üçün hansı temperatur uyğundur. Deməli, pambıq və kətan parçalar üçün 180-200 dərəcə, ipək parçalar üçün 110 dərəcəyə qədər olmalıdır. Yun parçalar üçün isə 150 dərəcədən, sintetik parçalar üçün isə 100 dərəcədən çox olmamalıdır. Deməli, təkrar edirik. Pambıq və kətan parçalar üçün 180-200, ipək parçalar üçün 110 dərəcəyə qədər, yun parçalar üçün 150 dərəcəyə qədər, sintetik parçalar üçün isə 100 dərəcədən çox olmamalıdır. Yadda saxlamaq lazımdır ki, nəm isti emalın yerinə yetirilməsi zamanı təhlükəsizlik iş qaydalarına riayət etmək lazımdır. Burada diqqətli olun müəllimlər, hər zaman bunlardan sual düşür. Keçək səhifəyə, tanış olaq ki, hansı təhlükəsizlik qaydaları var. Deməli, iş zamanı təhlükələr. Görək iş zamanı, işi yerinə yetirdiyimiz zaman hansı təhlükələrlə qarşılaşa bilərik? Ütünün şnurunun yanması. Yanıqlar buxarla ütünün alt hissəsinə toxunmaqla və şnurun yanması ilə ola bilər. Elektrik cərəyanı ilə zədələnmə.
Deməli, bunlar oldu iş zamanı təhlükələr. Hansılar? Ütünün şnurunun yanması, yanıqlar ola bilər, bir də elektrik cərəyanı ilə zədələnmə. Sonra keçdik. İşə başlamamışdan əvvəl nə etmək lazımdır? Deməli, hələ ütüləməyə başlamamışıq. Ona qədər hansı prosesləri etməliyik, onu öyrənirik. Birinci, ütünün, şnurun və çəngəlin qəlibinin işə yararlığını, ütünün alt hissəsinin təmizliyini yoxlamaq. Bəli, sizə belə bir sual düşəcək ki, ütünün alt hissəsinin təmizliyini nə zaman yoxlayırıq? Biz bunu götürə bilmərik ki, iş zamanı təhlükə. Demək, bu bizə nə zaman lazımdır? İşə başlamamışdan əvvəl. Sonra, ütünün tənzimləyicisinin emal edilən parçaya uyğun temperaturun üzərinə qoymaq. Bəli, məsələn, bayaq da dedim ki, pambıq parçadırsa, pambığa uyğun temperatur tənzimləyirik, ipəkdirsə ipəyə aid, sintetikdirsə sintetika aid. Ütü parçasını və su püskürdəni hazırlamaq. Bəli, məsələn, sizə deyəcək ki, ütü parçasını və ya su püskürdəni hazırlamaq. Cavablarda da olacaq ki, iş zamanı. İş zamanı niyə olsun ki? Püskürdəni nə zaman hazırlayırıq? İşə başlamamışdan əvvəl. Sonra rezin xalçanın mövcudluğunu yoxlamaq. Rezin xalça da elektrik zədələnmələrindən qoruyan bir xalçadır. İş zamanı nə etmək lazımdır? Aha, indi proses zamanı. Yəni, ütüləyən zaman nələr etmək lazımdır, onlara diqqət edirik. Nəm isti emalın rezin xalçanın üzərinə dayanaraq yerinə yetirmək. Bəli, zədələnmələr olmasın deyə. Ütünü quru əllə yandırıb söndürmək, bu zaman şnurdan yox, çəngəlin qəlibindən tutmaq lazımdır. Ütünü xüsusi atlığın üzərinə qoymaq. Bəli, ütünün atlı olur ki, biz onu xüsusi atlığın üzərinə qoyuruq ütünü. Sonra şnurun burulub ütünün altına dəyməməsi və ütünün həddən artıq qızmamasına nəzarət etmək lazımdır. Parçanı nəmləndirmək üçün su püskürdəndən istifadə etmək. Bayaq da dedim ki, su püskürdəni hazırlamaq bizə işə başlamamışdan əvvəl lazımdır. Amma su püskürdəndən istifadə eləmək isə iş zamanı nə etmək lazımdır, ona aiddir. Sonra, işi bitirdikdən sonra nə etmək lazımdır? Ən sonda isə təbii ki, ütünü söndürmək, onu xüsusi atlığın üzərinə qoymaq. Deməli, müəllimlər, bununla da təhlükəsizlik qaydalarımızı öyrəndik. Keçək, parça kəsiklərindən tutqacın hazırlama texnologiyasına. Deməli, parça kəsiklərindən tutqacı necə hazırlamaq olar? Bitmə üçün şablondan istifadə edərək tutqacın hazırlama mərhələsinə baxaq. Deməli, alət, material və tərtibatlar. Görək bizə hansı materiallar, alətlər lazımdır. Qayçı, iynə, sabun, təbaşir, karton, karandaş, metrə, 2 rəngdə parça, astar parçası, araqat materialı, məmulatın haşiyələnməsi üçün parça, saplar və ütü. Keçək, birinci eskizin qurulmasıdır. Demək ki, eskiz məmulatın hazırlanacağı şəkil deməkdir. Deməli, nə deyir bizə? Detalların öz aralarında birləşmə texnologiyasını bərpa etmək üçün müxtəlif rəngli, eyni ölçülü kvadratlardan ibarət olan ən sadə variantlardan istifadə edirik. Şahmat taxtasının görünüşünə uyğun olaraq onları 4 sıraya yığın. Sizdə 16 kvadratdan ibarət olan kvadrat tutqacın eskizi alınacaq. Onu 2 rəngdə hazırlayın. Deməli, tutqacın ən yaxşı ölçüsü 22-nin 22 santimetrədir. Baxaq. Deməli, burada doğrudan da şahmat taxtası görünüşündə 2 rəng parça verilibdir. Deməli, 16 kvadrat var. Aha. 4 sıra şaquli, 4 sıra üfüqi verilmişdir. Ümumi 16 xana eləyir. Deməli, 2 rəng verilib. Rəng A və rəng B. Sonra ən yaxşı ölçüsü isə 22-nin 22 santimetrədir. Burada da qeyd olunmuşdur. Sonra keçirik tutqacın hazırlanmasına. Deyir ki, tutqac üfüqi və şaquli 4 kvadratdan ibarətdir. Bəli, baxın. 1, 2, 3, 4. Tutqacın ölçülərini bilərək emal paylarının köbə ilə kəsilməsini nəzərə alaraq şablonların üzərində hesablamaq olar.
Deməli, doğrudan da şablonların üzərində hesablayırlar və 5 sm uzunluğunda şablon alırlar. Baxın, burada da doğrudan 5 sm uzunluğunda verilmişdir. Deməli, biz dedik ki, tutqac üçün ən yaxşı ölçü 22-nin 22-yədir. Amma hər kvadratı soruşsa 5-in 5-ə götürürük. Sonra deyir ki, kartondan və ya qalın kağızdan 5-in 5-ə sm ölçüdə kvadrat kəsin. Aha. Bir dənə də 22-nin 22 sm ölçüdə şablon hazırlayın. Bu tutqacın haşiyələnməsi olacaq. Bitmə zamanı onu yüngülləşdirmək üçün 22-nin 22 sm olan şablon hazırlayın. Onun köməyi ilə tutqacın ara qatını və astarını tez bitmək olar. Deməli, müəllimlər, bu nə deməkdir? Tutaq ki, bir tutqac hazırlayırıq. Bir hissəsi 22-nin 22 olur. Digər hissəsi də 22-nin 22 olmalıdır. Niyə görə? Çünki bir-birinin üstünə qoyulur axı. Məsələn, bir-birinin üstünə qoyanda biri alt hissədə olacaq, biri üst hissədə olacaq. Sonra deyir ki, ara qat və astarların ölçülərindən istifadə edilməlidir. Nəyə görə? Çünki biraz qalınlığı olsun deyə. Biraz qalın olsun, tutan zaman əlimizi yandırmasın. Bitmə. Parçanın tərs üzərində şablonun konturlarını çəkin. Açıq rəngli parçalarda iti yonulmuş karandaş ilə, tündlərdə isə sabun və ya təbaşirlə. Məsələn, biz tünd parçadırsa, onun üzərində tünd rəngdən istifadə eləməyəcəyik. Açıq rəngdən istifadə eləyəcəyik ki, rənglərimiz aydın olsun. Tikişlər üçün 10 mm emal payı verin. Bitmə zamanı uzunluğa sapın şablonlarında qeyd olunmuş istiqamətdə xüsusi diqqət yetirin. Deməli, müəllimlər, emal payımız oldu 10 mm. Sonra bizdə hər kvadratın ölçüsünü desə 5 sm. Bəs yaxşı tutqac üçün ən yaxşı ölçü hansı oldu? 22 sm. Deməli, müəllimlər, bugünkü dərsimiz bu qədər. Hər birinizə uğurlar.